Dəyərli şagirdlər, buraxılışa düşən digər sualın izahına baxaq. Verilib ki, loqaritma 81 əsasdan 8 bölünsün loqaritma 9 əsasdan 32. Bu ifadəyə diqqət eləsək, yerin dəyişə bilərik əslində burada. Ya da ki, yazaq loqaritma 81-i deməli yaza bilərik 3 üstü 4, 8 də yaza bilərik 2-nin kubu. Vurulsun, bu ifadədə yerini dəyişsək, loqaritma 32, deməli 32-ni yazarıq. Deməli 2 üstü 5, 9-u yazarıq 3-ün kvadratı. Bərabərdir. Baxırıq, bu iki ifadə gəlir qarşıya. Yəni 4-də 3 loqaritma 3 əsasdan 2 vurulsun. 5-də 2 gəlir qarşıya loqaritma 2 əsasdan 3. Aha, diqqət etsəniz, baxın, bu iki ifadələr bir-birinlə gedir. Qalır ən sonunda nə? 4-də 3 vurulsun 5-də 2. Cavab eləyir 20-də 6. Biraz da ixtisar aparsaq 10-da 3 və yaxud 0,3. Cavabımız bu olacaq.